İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün biz startapların qurulması haqqında danışacağıq. Həm də süni intellekt mühəndisi və startapçı studiyamızda qonaq olduğuna görə süni intellekt mühəndisi nə iş görür? Bu yeni yaranan peşələrdən biridir. O haqqda da ona görə suallarım çox olacaq. Həmsöhbətim isə Xalid Nəzərovdur. Xalidə mövzu ilə bağlı sizin də suallarınız yaransa bizimlə əlaqə saxlaya bilərsiniz. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Xalid, xoş gəlmisiniz. Necəsiz? Yaxşıyam, çox təşəkkür edirəm. Ümidvaram ki, siz də çox yaxşısınız. Təşəkkür edirəm dəvətiniz üçün. Burada olmaq çox xoşdur. Və eyni zamanda bizi dinləyənləri də salamlayıram. Təşəkkür edirik. Startap qurmaq da bu qədər xoşdur, yoxsa çətinliyi daha çoxdur? Belə bir məsələ var ki, əgər bir iş eləməyi sevirsinizsə, orada çətinlik anlayışı nisbi olur və mən layihələrdə işləməyi, öz layihələrimi icra eləməyi, həyata keçirməyi sevirəm deyə mənim üçün çətin deyil, amma ümumi olaraq ümumi tendensiyanı nəzərə alsaq, bəli, çox çətin bir prosesdir. Bu çətinlikləri ümumiyyətlə nədən ibarətdir? Gəlin birinci onlardan başlayaq. İlk növbədə startap olaraq hansı problemi həll eləməli olduğunuzu, həll eləyə biləcəyinizi bilməlisiniz. Məsələn, yəni insanlar hazırda startap yaradanda ilk öncə həllərinə aşiq olurlar. Hansı problemi həll edirlərsə, o həllə aşiq olurlar və deyirlər ki, okey, mənim həllim bestdir, mənim həllim əladır, mükəmməldir. Hansı ki, biz amma problemə aşiq olmağı daha üstün tuturuq. İlk öncə bu problemi tapmaq ən böyük məsələdir ki, hansı işin içində isə həmin problemi axtarıb tapmalıyıq. Çox qəşəng səslənir problemə aşiq olmaq, maraqlı ifadədir. Necə tapmaq olar? Məsələn, indi nə problem var? Yəni indi nə problemin olduğunu tapmaq üçün biz ilk öncə baxırıq ki, insanlar nəyə daha çox pul xərcləyir, harda vaxtını itirir və harda insanların əsəbləri korlanır. Yəni bizim Azərbaycan belə deyək də regionunda və Yəni lokal problemləri görmək lazımdır birincidə, belə qlobal yox. Qlobal problemə çıxmaq üçün insanın düşüncə tərzi də qlobal olmalıdır və biz lokal olaraq bir problemləri görməliyik ki, qlobalda artıq bir ölkədə yox, bir neçə ölkədə, dünya üzərində həmin hansı problemlər var, onları da müşahidə edə bilək. Birinci bu problemləri görürük, sonra nə edirik? Birinci problemləri gördükdən sonra belə deyək ki, hansı problemi necə həll edə bilərik? O barədə belə bizdə artıq bir vizyon yaranır. Artıq bizim işimiz nədən ibarətdirsə, təcrübəmiz hansı istiqamətdədirsə və okey deyirik ki, mən bu problemi həll edə bilərəm. Və ondan sonra artıq bir həll yaratmaq, həll prosesinə kimlərin cəlb olunması, startap timinin yaradılması, daha sonra bir məhsul yaratdıqdan sonra o məhsul yəni bizneslərə mi satılacaq, yəni şirkətlərə mi satılacaq, yoxsa customerlara, yəni insanlara mı satılacaq, onun qərarını vermək, satış prosesini həyata keçirmək, insanlarla danışmaq. Bunların hamısı zaten başdan başa belə çətinlik yaradan problemlər deməzdim də, proseslərdir. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Həmsöhbətim isə süni intellekt mühəndisi və startapçı Xalid Nəzərovdur. Biz startap haqqında biraz danışdıq, amma daha çox çətin tərəfləri də. Bu işin yaxşı tərəfi nədən ibarətdir? Startap yaradarkən ən yaxşı tərəflərdən biri insanın öz ideyasını həyata keçirməyi görməsidir. Mənə elə gəlir ki, startap yaradan insanların, məsələn, mənim ən böyük uğurum da oradadır. Çünki mən daimi nələrsə fikirləşirəm, bir problemə həll axtarıram da. Amma bu problemin həllini, yəni 99% insan kimi eləməyə də bilərəm. Okey, problemdə şikayətlənib keçə də bilərəm. Amma bir startap yaradarkən artıq o problemə bir həll axtarırsınız və həll yaradırsınız və insanlar da o həldən istifadə edir və insanların problemini həll etdiyinə birbaşa müşahidə edirsiniz ki, okey, sizin
həll insanların problemini həll etdi. Və eyni zamanda proses boyunca o belə deyim yuxusuz gecələr, yata bilmədiyiniz gecələr, çəkdiyiniz əziyyətlər, insanlarla qurduğunuz kommunikasiyalar, sizin startap belə deyək ki, o vizyonunu düşünməyiniz, məsələn, bu startapın xaricə çıxışı olacaqmı, lokalda qalacaqmı, regionlara çıxışı olacaqmı, biz bunun üçün hansı yolu izləməliyik, insanlarla necə danışmalıyıq? Yəni bunlar işin ağır səslənsə də ən maraqlı və ən sevdiyim hissələridir. Yox, ağır səslənmir, doğrudan da maraqlı səslənir. Və sizin layihə özü ümumiyyətlə deyirsiniz ki, bax problemi həll təklif etməlidir. Sizdə hansı problemi həll edir layihə startap? Bizdə bizim hazırladığımız layihə ümumiyyətlə IaaS problemini həll eləyir. IaaS-la bağlı biz bazarda böyük bir problem gördük. Mən IaaS-la bağlı ilk belə deyim tanışdığım 2021-ci ildən bəri başlayır və 2021-ci ildən bəri mən artıq bu IaaS dünyasının içindəyəm, müəllimlərlə, tələbələrlə, özüm də tələbə olmuşam, özüm də müəllimlərlə bir yerdə işləmişəm və bu problemləri gördükdən sonra bizdə layihənin əsas ideyası IaaS hazırlığını daha sistemli, ölçülə bilən və süni intellekt dəstəkli hala gətirməkdir. Biz dərslərin prosesində, yəni ki, IaaS barədə hamımızın məlumatı var. Belə qısa bir giriş eləyim ki, IaaS ümumiyyətlə dünyaca məşhur bir imtahandır. Tələbələrin xaricə gedərkən xarici universitetlər tərəfindən tələb olunan, belə deyim ki, bir sertifikatdır. Və bu IaaS imtahanı kifayət qədər belə deyim bahalı bir imtahandır maddi cəhətdən. Və bu imtahan nəticəsindən asılı olaraq bu ilkin tələbdir universitetlərin tələbələr qarşısında qoyduğu və xaricdə oxumaq istəyən hər bir tələbənin verməli olduğu imtahanlardan biridir. Yəni dil imtahanlarından, zaten 3 dənəsindən ən çox yayılmışıdır IELTS imtahanı və biz bazara 2 məhsulla çıxdıq. 2 problem gördük çünki ilkin məhsulumuz IELTS Classroom-dur. Belə deyək ki, bu bir platformadır. Tələbələr, müəllimlər, şirkət rəhbərləri, kurslar üçün yaradılmış bir solutiondur. Yəni həldir. Bu həllin daxilində, bu həldə biz həm şirkətlərlə, həm də fərdi müəllimlərlə işləyirik. Yəni bu hal-hazırda B2B bir appdir, business to business bir appdir. Və burada şirkətlər IELTS belə deyək, IELTS-la məşğul olan kurslar, IELTS dərsləri keçən kurslar burada tələbələrinin belə deyim ölçülə bilənliyini, tələbələrin proqresini, imtahana hazırlaşıb-hazırlaşmadığını, sonra müəllim üçün tələbəni izləmək, tələbələrə imtahanların verilməsi və eyni zamanda bir şey də əlavə edim ki, IELTS imtahanları hardasa fevral ayına qədər həm kağız üzərində, həm də kompüter üzərində keçirilirdi. Amma artıq fevral ayından sonra bu imtahan birbaşa belə deyək kompüter based keçirilir. Yəni ancaq kompüter əsaslı keçirilir və burada müəllimlərdə daha əvvəl dədə-baba qaydası ilə PDF-lər onları xerox edirdilər, çıxardırdılar və onların kopyası üzərində tələbələr nəticələrini yazırdı. Amma artıq rəqəmsala keçdikdən sonra kompüter əsaslıda müəllimlərdə, kurslarda, tələbələrdə bu çətinlik yaranırdı və IELTS Classroom appi sırf bu problemi həll eləyir və eyni zamanda həm tələbələrə, həm müəllimlərə süni intellekt dəstəyi yaradır və bu süni intellekt bizim özümüzün qurduğu süni intellektdir və bir süni intellekt mühəndisi olaraq təbii ki, bu prosesə mən çox əvvəldən başlamışdım və biz burada süni intellektlə müəllimlər materiallar yarada həm səviyyələrə görə, həm tələbələrə görə, həm tələbələrə izahlarına görə materiallar yarada bilər. Tələbələr isə yazdığı testlərin izahlarını soruşa bilərlər. Bu niyə belə oldu, o niyə elə oldu və həm Azərbaycan, həm Rus, həm Türk, həm İngilis demək olar ki, bir çox dillərdə cavab verə bilir bizə bu belə deyək platformadakı süni intellekt məhsulu. Və bizdə ikinci məsələ IELTS Trial. IELTS Trial nə deməkdir? Yəni IELTS imtahanlarını vermək üçün bir platforma, belə deyək ki, amma simulyasiyası. Bu təbii ki, rəsmi imtahanla heç bir formada qarışdırılmamalıdır. Biz rəsmi imtahanlarla, rəsmi IELTS-dan, British Council-la heç bir formada işləmirik. Sadəcə testlərimizi yaradıb həmin formata oxşar şəkildə simulyasiyasını edərək tələbələrə dəstək göstəririk. Və bu platformada artıq tələbələrdə ən çox problem IELTS imtahanına girəndə psixoloji hazırlıqsızlıq olur.
Çünki imtahana girir, imtahan 2 saat yarım, 3 saat belə deyə ilk 3 section, ilk 3 mərhələ və daha sonrasında bir də speaking mərhələsi, danışıq turu olur. Tələbə artıq imtahana oturanda tələbəyə bir də naşnik verilir. Hər tərəfdən qapalı otaq girir və başlayır listeningdən. Artıq tələbə bilmir hara nə cavabı yazsın. Və Azərbaycan gəncliyi üçün belə deyək ki, bu psixolojik rahatçılığı təmin eləmək üçün bizim IELTS Trial appimiz belə deyək ki, rəsmi IELTS imtahanından və rəsmi IELTS Trial imtahanından qat-qat maddi cəhətdən ucuz və eyni zamanda o birbaşa həmin imtahan formatında hər şeyi onunla eyni olan bir platformadır. Yəni sınaq kimi olacaqdı, o buna hazırlaşmış olacaq artıq. Bəli, real imtahanda onu nə gözləyirsə, sınaq imtahanında da eyni şeylə qarşılaşır. Yo, doğrudan maraqlı səslənir fikirləriniz, amma bunu məsələn necə başa düşürsüz ki, bazarda bunun müştərisi nə qədər olacaq? İnsan danışırsınız da yəqin ki, xaricdə təhsil kursları ilə falan. Onlara maraqlıdırmı ümumiyyətlə? Çox maraqlıdır onlara. Çünki dediyim kimi fevral ayından sonra biz kompüter based keçdi. Hamısı artıq kompüter əsaslı olur. Kağızda heç bir imtahan aparılmır və artıq kurslara da maraqlıdır ki, biz hansı formada tələbələrə bu təcrübəni yaşada bilərik ki, tələbə imtahana getməmiş artıq imtahanda onun nəyin gözləyəcəyini görə bilsin. Çünki həmin imtahanda da belə deyim ki, cavabların yazılması, copy paste, yəni kopyalayıb yapışdırmaq məntiqi, Ctrl F eləyib axtarış məntiqidir. Sonra səhv söz yazanda bilinmir orada. Tələbə bunu bu experience, bu təcrübəni yaşaya bilmir gündəlik dərslərində. Və biz artıq belə deyim ki, 5-dən çox flagman kursla və onlarla da kurslarla danışırıq artıq. Demək olar ki, sistemi Azərbaycan bazarına birbaşa inteqrasiya eləyirik. Bu danışıqlar necə aparılır? Siz özünüz mü edirsiniz bunu, yoxsa komanda bunun üçün xüsusi insanlar? Çünki mən bildiyim qədərilə bəzi startap komandalarında məsələn belə olur da, startapçı özü birbaşa danışıqlarda o qəşəng təqdim etmə məqamı var da, o məsələlərə diqqət etmək lazımdır. Bunu siz özünüz edirsiniz, yoxsa bunun üçün də xüsusi insan var ki, o qəşəng danışır? Deməli, startaplarda əsas məsələ o olur ki, startaplarda zaten çox adam olmur, işləyən adam. Çünki hər bir nəfər bütün startapın məntiqini, startapın ruhunu hiss eləməlidir ki, həmin startapı önə apara bilsin. Yəni burada bu mənim işim deyil, bu məsuliyyəti mənə yükləməyin deyə bir şey olmur. Çünki biz məsələn öz komandamızda hər birimiz o işə can qoyuruq ki, hər bir işi özümüz eləməliyik. Satış tərəf, insanlarla danışıq tərəf bu çox böyük bir problemdir. Çünki biz bu startapı belə deyək ki, təsis eləyəndə mənim ortağımla belə deyək Rəşid Əsgərov da həqiqətən çox təşəkkürlərimi bildirirəm. Çünki birbaşa CTO olaraq, texniki direktor olaraq layihələrin texnik tərəfini birbaşa özü aparır. Satış tərəfdə heç birimizin belə təcrübəsi yox idi və biz satış 1, 2, 3 artıq uğursuz satış denəməsindən sonra düşündük ki, biz bir formada bu satış prosesində nələrsə əlavə eləməliyik və təbii ki, bir satış belə deyək komandasını formalaşdırmağa başladıq. Amma satış komandamızda yəni yəqin ki, Yusif Qasımov məncə bütün Bizim Yusif. Bəli. Aha, o satışla məşğul olur sizdə. O bizim tam satışla yox da, o ümumiyyətlə bizim gözümüzün işığıdır da belə deyək ki, layihəmizin yaranmasından bəri, layihəmizin baş ərsəyə gəlməsindən bəri biz Yusif bəylə danışırıq. Buradan da ona çox-çox təşəkkürümü bildirirəm. Sizin də adınızdan eyni zamanda. Mənim adımdan təşəkkür bildirirsiniz Yusifə. Niyə deyirəm? Mən özüm sabah bildirəcəm. Sabah burada olacaq. Öz təşəkkürümü çatdıracağam ki, doğrudan da necə işləyir? Məsələn, bizdə aydındır necə yola gedirik komanda olaraq və dinləyicilər də bunu görür, hiss edir. Sizdə necə ortaq dil tapırsınız? Çünki hər ikimiz professionalıq, işimizi bilirik, nə istədiyimizi bilirik və heç vaxt da bir-birimizi yarı yolda qoymuruq. Və eyni zamanda satış görüşlərində təbii ki, mən özüm də birbaşa iştirak etməyə çalışıram. Çünki o ruhu, o
enerjini məndən də hiss eləməkləri, həmin o B2B satışları kimi eləyiriksə, onların hiss eləməkləri çox vacibdir. Və ümumiyyətlə biz hansı şirkətlə işləyiriksə, hansı müəllimlə işləyiriksə, biz həmişə bildiririk ki, biz sizin customizasiyaları açıq. Yəni siz nə dəyişikliyi istəsəz, biz birbaşa onu sizin platformaya, yəni biz artıq sizə domain və subdomainlər tətbiq eləyirik. Artıq bu sizin saytınızdır. Bizim sayt olmaqdan çıxır. Burada databazası da sizindir, admin də sizindir. Biz sadəcə sizə texniki dəstək göstəririk. Və orada onların istədiyi dəyişiklikləri onlar üçün birbaşa necə eləyəcəklərimizi, bu texniki tərəflə bağlı suallar olacaq deyə mən özüm də birbaşa o görüşdə iştirak edirəm. Amma təbii ki, bizim həmin görüşləri, yəni birbaşa bizim hocamız çox qəşəng bir formada aparır. Ümumiyyətlə komanda üzvlərini və ya ortaq deyirsiniz var da sizdə. Bir startap üçün belə bir komanda quranda, ortaq seçəndə ya da nəyi bilmək lazımdır, nəyə fikir verirsiniz? Startap seçəndə mən uşaqlıqdan bəri startapla belə deyim arzum idi və həmişə nə vaxtsa startap qurmaq istəsəydim, uşaqlıqda oxuduğum bir kitab və baxdığım bir kinodan belə deyim ağlımda qalmışdı ki, layihənin bir belə deyim ki, məntiq tərəfini ürətən, yaradan, layihədə yeniliklər nə olmalıdır? Bunları çox yaxşı bilən bir nəfər və bir nəfər də sırf onları texniki tərəfdən necə implementasiya edə bilər, necə həyata keçirə bilər. Həmin adam oldusa, yəni o iki adam zaten layihəni yarada bilər. Və artıq bu digər tərəflər komandalar vasitəsilə yarana bilir. Amma bir startapın yaranmasında əsas o uğur iki insanın bir-birini həqiqətən başa düşməsidir. Əgər ortaqdırsa, əgər yaxud da startapda kimdənsə yola çıxırıqsa, biz başa düşməliyik ki, eyni işi bilən iki nəfərin startapda ayrı-ayrı bir şeyi yoxdur, bir dəyəri yoxdur. Artıq hər kəs başqa bir tərəfdən fokuslanmalıdır. Hərə başqa bir vizyon qatmalıdır. Və eyni zamanda orada belə Gestapo rejimi olmur da. Yəni mən deyirəm ki, bu məhsul mənim beyin məhsulumdur və ümumi olaraq mən bunu illərdir düşünürəm ki, belə olsun, belə olsun, belə olsun. Amma çox rahat bir şəkildə Rəşid deyə bilir ki, yox, burada bu olmasın. Mən yəni bu texniki tərəfdən çox mənasız bir həll olar. Gəlin bunu eləyək. Biz o barədə düşünürük və deyim ki, 90% hallarda zaten sizin dediyiniz olmur. Yes. Rəşid dediniz uşaqlıq dostunuzdur. Uşaqlıq dostum deyil, sonradan tanımışam. Hə, çünki məsələn mən baxıram ki, adətən bunu da tövsiyə etmirlər ki, dostlarla biznes qurmaq olmaz. Olmaz? Məncə olmaz. Yəni belə bir təcrübəniz olub və başa düşmüsünüz ki, olmaz, yoxsa siz də nəzəriyyədən deyirsiniz? Belə deyim ki, mən 2021-ci ildən bəri süni intellekt sahəsində instruktorluq və eyni zamanda bu layihələrin qurulması ilə bağlı maraqlı işlərim olub və onlarda biz dostlarımızla işləyəndə həmişə görmüşük ki, yəni bir problem olanda nə tam olaraq əks fikri bildirə bilmirsən ki, yox abi, yox belə deyil, canım dostum. Yəni o onu qıra bilər, ondan qorxursunuz çünki. Amma startapda bir professional ortaq, bir professional işləyə biləcəyiniz bir ortaq axtarırsınız ki, mən bunu həm kritisize eləyə bilərəm, həm tənqid eləyə bilərəm, həm də mən bundan oturub bir gecə, 2 gecə, 3 gecə dayanmadan işləyə bilərəm. O ortadakı sərhəd heç bir zaman pozulmayacaq. Amma dostla o sərhədi saxlamaq olmur və 99% hallarda da mənim gördüyüm önəmli bir iclasın önəmli bir söhbətin ortasında həmin dostum məsələn hər hansısa başqa bir söhbətlə bağlı danışa bilir. Ona görə də startaplarda mən də çox üstün tutmuram. İşi münasibətlərdən çox ayırmaq olmur. Ayıra bilənlər varsa nə gözəl. Mən ayıra bilmirəm bəlkə də. Xəlid, bir startap neçə müddət sonra pul gətirir və ya gətirməlidir? O plandan asılıdır. Yəni belə deyim ki, hər bir startap anında pul gətirməlidir və yaxud da gətirməməlidir deyə bir kavram yoxdur. Məsələn, və startaplar bir-birindən çox belə deyək də çeşidliyinə görə çox fərqlənir. Məsələn, bizim hazırki startap daha çox edtech sahəsindədir. Yəni belə deyim, bir SaaS platformadır. Belə deyim, koddan asılıdır da. Bizim dediyimiz IT-şniklərin yazdığı bir şeylərdir. Belə deyim və bizim bu proqram məsələn, biz artıq proqramı hazır ərsəyə gətirdikdən sonra və insanlara onu göstərdikdən sonra, insanlar buradakı real dəyəri gördükdən sonra, hətta məsələn mən deyim ki,
2-3 ay ərzində də pul gətirə bilər. Amma başqa startaplar ola bilər ki, bu nə bilim arxitektura ilə bağlı startap ola bilər, şəhər salma ilə bağlı startap ola bilər, başqa bir sahədə o daha gec gətirsin. Və yaxud da elə bir startap ola bilər ki, çox maraqlı bir app olsun və Shopify-da və yaxud da Amazon-da satışla məşğul olsun və yaxud da deyim ki, kriptovalyuta ilə bir algo trader app yaradasan, startap məntiqində. Ha, o da ola bilər ki, hələ startap bazara çıxan kimi milyoner eləsin sizi. İndi siz milyonçu olmusunuz? Yox, təbii ki. Ümumiyyətlə heç olmasa pul qazanırsınız bu startapdan, yoxsa başqa yerdə işləyib bura pul yatırırsınız? Yox, hal-hazırda başqa yerdə işləyib bura pul yatırıram. O mərhələ. Sizcə məsələn nə qədər belə getsə siz davam edə biləcəksiniz? Məsələn, hazırsınız ki, yəni belə bir plan var da yəqin ki, əvvəldən ki, mən ilk 1 ili və ya 6 ayı pul qazanmamağa razıyam. Sizdə bu müddət nə qədərdir? Bəli, bizdə o müddət belə deyim, başlanğıc üçün 4 ay bir şey qoymuşduq qarşımıza ki, 4 ay müddətində biz qazanmasan və artıq görürəm ki, bu müddəti uzatmaq lazımdır və ona görə də artıq başqa layihələr, başqa işlər, belə deyim ki, bir 2 saatda az yatsam bir şey olmaz da, amma layihənin daha uğurlu olması üçün bir şeylər eləmək lazımdır. Adamın el məqsədi varsa belə də olmalıdır. Bəs ümumiyyətlə bu startapla bağlı hədəfiniz, arzunuz nədir? Məsələn, hardasa böyüdüb satmaqmı, yoxsa yaxşı investorlar tapmaqmı, ya xaricə çıxmaq? Yəni nə məqsədlər var? Layihə hal-hazırda Azərbaycan bazarında, belə deyim, sınaq mərhələsindədir. Biz Azərbaycan bazarında bunu sınaqdan keçirəcəyik və daha sonra xarici bazara çıxış eləyəcəyik. Xarici bazara çıxış elədiyimiz zaman bizim üçün önəmli olan respublikamızın, belə deyim, mənafeyi uğrunda bir şeylər yaratmaqdır və artıq bizim bu yaratdığımız bir həll artıq xaricdən belə deyək, tələbələrin qoşulub Azərbaycanlı müəllimlərlə hazırlaşmasını təmin eləmək. Yəni bir növ məqsədimiz sonda bir növ ölkəmizə pulun, belə deyək ki, gəlməsidir. Və eyni zamanda bizim də məqsədimiz artıq qlobala çıxıb və bu bizim təkcə, yəni bu startaplarla biz tamamlanmamışıq. Biz də texniki timdə, yəni belə deyim ki, Rəşid başda olmaqla, yəni elə proseslər gedir ki, 4-5 artıq başqa layihələrimiz də var. Həmin layihələr də bizdə paraleldə daimi olaraq belə deyim ki, önə aparılır. Amma hazırda bu iki layihə ilə bazardayıq və bu layihələrin də qlobala çıxıb satışını heç vaxt düşünməmişik. Çünki yəni bir şey satmağı düşünmək, yəni o şeyi satmaq üçün yola çıxmaq deməkdir mənə görə. Mən bu şeyi satacağam deyə bunu istehsal edirəm. Amma bu layihə mənim öz fikrimdir və oradakı hər bir düymə olsun, hər bir klik olsun, məsələn valideyn modulu olsun, nə bilim CEO modulu olsun, müəllim modulu olsun. Bunlar mənim CEO olaraq düşündüyüm, mənim valideyn olaraq nələr istəmişəmsə, onları ora qoymuşam deyədir. Yəni heç vaxt satışını düşünməmişəm. Ancaq bu layihəni necə inkişaf elətdirə bilərəm? Valideyn olaraq məsələn, tamam mən bir universitet müəllimi valideynəm və yaxud da bir həkim valideynəm və yaxud da bir polis valideynəm. Onların gözündən tələbələrin nəticələrini necə görmək istəyərdilərsə, biz belə deyim, onları əlavə etmək üçün hal-hazırda belə deyim, o kastomizasiyalar edirik. Və siz həm də süni intellekt mühəndisisiniz də, bunu vurğulayın. Məsələn, bu nə iş görür bu insanlar? Mən artıq uzun illərdir ki, 2019-cu ildən bəri artıq süni intellekt sahəsindəyəm. Süni intellekt mühəndisləri əslində necə cavab verim ki, belə deyim də, qınaq atəşinə tutulmayım deyə. Qınanlası iş görürsüz, yoxsa? Yox, əstəğfurullah. Amma belə bir növ insanlar elə düşünürlər ki, süni intellekt mühəndisləri, süni intellekt məhsulları birbaşa işsizliyə yol açır, birbaşa hansısa peşənin insanlarını əvəz eləməyə yönəlir. Yəni o baxımdan əslində elə deyil. Bu dövrün tələbidir də, yəni belə də ola bilər. O peşələr gedəcək, başqa yenilər yaranacaq. Məsələn, süni intellekt mühəndisi yarandı. Məsələn. Və üst plusda süni intellekt mühəndisliyi o qədər geniş bir sahədir ki, hansı sahəyə düzgün tətbiq olunmasından çox şey asılıdır. Burada etik qaydaların qorunması çox vacibdir. Məsələn, biz öz startapımızda süni intellekti belə deyək, heç bir lazımsız yerdə istifadə eləməməyə çalışmışıq. Və biz burada artıq ancaq müəllimə və tələbəyə dəstək üçündür. Heç bir qərar vermir süni intellekt. Eləyə biləcəyi tək şey sadəcə dəstək olmaqdır
müəllimə, tələbəyə, CEO-ya hansı məlumat almaq istəyirsə o konuda. Amma ümumiyyətlə süni intellekt mühəndisləri belə deyim ki, data ilə işləyirlər, məlumatlarla işləyirlər, həmin məlumatların analizi, həmin məlumatlardan nəticələrin çıxardılması və ümumiyyətlə süni intellektin yaranmasını belə deyək, hazırda həyatımızda olmasını biz əslində belə deyək, fərqli qarşılamamalıyıq. Çünki biz uşaqlıqdan bəri həmişə istəyirdik ki, nəsə olsun mənim yerimə qərar versin. Ona görə də biz həmişə dostlarımızdan məsləhət alırdıq ki, görürsən burada nə edeyim? Niyə görə? Ki bizi məsuliyyətdən azad eləsin, az da olsa. Və süni intellektdə zaten o illərlə, əsrlərlə bizim o istəyimizin belə deyim, vücud bulmamış kod əsaslı bir halıdır. Və bir süni intellekt mühəndisi olaraq biz daha çox modellər qururuq və hal-hazırda da mən süni intellekt sahəsində tədqiqatçı olaraq, instruktor olaraq və eyni zamanda belə deyim ki, müəyyən consulting expert kimi çıxış eləyirəm və süni intellekt mühəndisinin əsas işi modellər qurmaqdır. Bu modellər bu və ya digər şəkildə insan beynini imitasiya eləməyə, insanın düşüncə tərzini imitasiya eləməyə, qərar vermə qabiliyyətini yamsılamağa, belə deyək ki, çalışan modellər qururuq və daha sonra da bu modellər həmin skopda, həmin sahədə istifadə oluna bilir. Çalışdım ki, anlayım dediklərinizi. Və sonda bir şey də soruşmaq istəyirəm. Bir startap, yəqin bayaq da dediniz ki, komandanız var, idarə etdiyiniz insanlar var. Burada onları idarə, yəni bir startapı idarə etməklə öyrəşdiyimiz ənənəvi korporativ mühitdə rəhbər olmaq arasında xüsusi fərq var? Ümumiyyətlə mən startapda, məsələn, ən azı bizim startapda idarəçilik deyə bir kavram düşünmürəm. Çünki mən və yaxud da Rəşid, biz heç kimi idarə eləmirik. Bizim əsas məqsədimiz layihənin belə deyək, bir formada önə çıxarılmasıdır, layihənin inkişaf edilməsidir və orada da kimin nə tənqidi varsa, kim nə formada istəyirsə, yox da strukturlaşdırılmış bir məsələlər var. Hərə öz işini məsuliyyətlə görməlidir və görmədiyi zaman zaten bizim yola davam eləməyimiz mümkün olmur. Çünki biz irəliləyiş lazımdır. Bir gün o biri gündən çox-çox fərqlənir. Yəni bizim günlərimiz 24 saat olmur, bəzən olur 70 saata qədər uzana bilir məsələn üçün. Yəni burada idarə etmə kavramı yoxdur. Düzdür, belə deyim ki, bizim ənənəvi öyrəşdiyimiz korporativ idarə etmələrdə, mənim korporativ təcrübəm də belə deyək ki, çox çeşidli olduğuna görə oradan deyə bilərəm ki, korporativdə belə deyək, kalıplaşmış, artıq müəyyənləşmiş kavramlar var. Ki, bu belə olmalıdır. Saat 9-da gəlmək lazımdır. Saat 6-da çıxmaq lazımdır. Saat 1-dən 2-yə qədər abed vaxtıdır. Və yaxud da bu taskı bu vaxta qədər eləmək lazımdır. Amma startapda, yəni bəzi startaplar var ki, o rejimdə çalışa bilirlər. Amma bizim startapda əsas məsələ odur ki, hamı nə edəcəyini bilsin və hamı heç kim ona bir şey demədən belə o layihənin inkişafı üçün bir şeylər düşünə bilsin. Hiss eləməsi lazımdır. Dostluq anlayışı deyil. Bu heç bir formada dostluqla qarışdırılmamalıdır. Sadəcə insan etdiyi işi sevməlidir və etdiyi işi sevən insanlarla işləmək, o artıq başqa bir leveldə, başqa bir səviyyədir. Yəni bütün startap arzusu olan insanlara onu arzulayıram. Təşəkkür edirəm sizə Xalid gəldiyinizə görə. Xoş oldu sizinlə həmsöhbət olmaq. Bugünkü qonağım süni intellekt mühəndisi və startapçı Xalid Nəzərov idi. Biz onunla birlikdə necə startap yaratdı, necə bu qərara gəldi və komandanı necə idarə edir, bununla bağlı danışdıq. Reklamlar.